bura diqqətlə baxaq. Biz demişdik ki, bizim neçə zonamız var İki. İki zona, arka zona. və hücum Hücum, zonası. hücum Arxa zonası var. zonası 6 metr idi, hücum zonası 3 metr idi. Düzdürmü? Yadınızda da yəqin ki, arxa 6, hücum zonası 3 metr idi. Aha, bəs yaxşı. Arxa zonada biz dedik ki, kimlər oynayır? Birinci, 1-6-5. 1-6-5 arxa zonadır. 2-3-4 ön zona. Və həmişə dedik ki, hər bir zaman servis oyuna kim daxil edir? Hansı zonanın oyuncusu? Arxa zona. Birinci Arxa Arxa zona. zona, zona. birinci zona oyuncusu hakim Birinci. bitdindən sonra maksimum 8 saniyə ərzində, baş hakim 8 saniyə ərzində oyuna daxil edir. Aha, birinci zonanın oyuncusu. Və dedik ki, bir yer dəyişmə var, bir zonalar var. Yer dəyişmə saat əqrəb istiqamətdə, zonası zırdan yatda saxlayılır, əksi istiqamətində, saat əqrəbin əksi istiqamətində həyata keçirir. Və yer dəyişmə zamanı dedik nə zaman olur? Rəqibin qazandığı xaldan sonra yer dəyişmə baş verir. Hətta YouTube-da baxdıq Yaponiya ilə Türkiyəyə, gördük ki, məsələn, yenə deyirəm, Yaponlar qazandı 1-0. Aha, Yaponlarda heç bir yer dəyişmə baş vermir. Yaponlar üzərindən danışaq. Yaponlar qazandı 2-0. Türk yenə Yaponlarda yer dəyişmə baş vermir. Amma Türklər xal qazandı 2-1. Türklərin qazandığı xaldan sonra Yaponlar xal qazandı. Oldu hesab 3-1. Nə olur yoldaşlar Yaponlarda? Türklərin qazandığı xaldan sonra 3-cü xal qazandı. Yaponlarda yer dəyişmə həyata keçir. Və servis həmişə birinci zona oyuncusu yerinə yetirdi və yer dəyişmə olarsa, birinci zonada olan oyuncu keçir 6-cı zonaya. 6-cı zonada olan oyuncu keçir 5-ci zonaya, 5-ci zonada olan oyuncu keçir 4-cü zonaya, 4-də olan gəlir 3-ə, 3-də olan gəlir 2-yə, 2-də də olan gəlir 1-ci zonaya və servisi o başlayır. Yəni 2-də olan oyuncu 1-ci zonaya yer dəyişmə zamanı gələndə servisi artıq həmin oyuncu başlayır. İndi vaxtı ikən MİQ imtahanının sualı olub ki, yer dəyişmə zamanı birinci zonada olan oyuncu hansı zonaya getməlidir? Cavab kim deyər? 6. 6-cı zonaya. 6-da olan 5-ə gedir dedik, 5-də olan 4-də, 4-də olan 3-ə, 3-də olan 2-yə, 2-də olan 1-ə. Bəs yaxşı, niyə biz deyirik də bu arxa zona, ön zona? Məsələn, biz dedik ki, blok qurmada yalnız hansı zona oyuncusu iştirak edə bilər? Ön zona. Ön zona ki, rəqəmlə isə 2-ci, 3-cü və 4-cü zonanın oyuncusu. Bəs yaxşı, hansı oyuncu idi ki, heç vaxt blok qura bilməz, heç bloka təşəbbüs belə edə bilməz? Libero. Libero idi. Ayson. Libero dedi ki, zon oyuncusu kimi ancaq harda olmalıdır? Arxada. Arxada olmalıdır. Bəli. Yer dəyişmə zamanı 5-dən 4-ə keçəndə necə olur bu vəziyyət? Necə olur? Qarşıdakı dəqiqələrdə deyəcəm. Və biz dedik ki, hücum zərbəsini bütün oyuncular edə bilər. Amma ön zonadan yalnız kim edə bilər? Kim edə bilər ön zonadan? Keçən dərs demişdik. 2, 3, 4. Bəli. Bəli. Ön zona oyuncuları. Arxa zona oyuncuları da dedik hücum zərbəsini edə bilər. Ayaqlarda nəyə toxunmasın? Ön xəttə. Xəttə toxunmasın. Yəni ayaqları zərbə endirərkən xəttə toxunması. Bəzən zərbəni endirirlər, sonra zərbə topu əldən çıxandan sonra göyə tullansa, əldən çıxandan sonra keçirlər. O problem deyil. Amma zərbə endirərkən ayaqları hücum xəttinə toxunması. Amma liberoda top necə olmalı idi hücum zərbəsi zamanı? Torun Oradan altı. yuxarıda olmalı. Setlərdən aşağıda Bəli, top tordan aşağı səviyyədə olmalı idi və libero heç bir halda ön zonadan hücum edə bilməzdi. Bəs yaxşı, məntiqlə götürsək, biz deyirik ki, yer dəyişmə rəqibin qazandığı xaldan sonra olarsa, nə zaman yer dəyişmə olmayacaq? Öz komanda xal qazananda. Yox. Baxın, deyirəm ki, yer dəyişmə rəqibin qazandığı xaldan sonra xal qazanılarsa, deyirəm, Yaponlar 1-0 oldu, 2-0 oldu. Ardıcı öz komandası. Ardıcı, yəni hesab neçə olarsa, şot neçə olarsa, heç vaxt yer dəyişmə olmur. 25-0. Bəli, 25-0. Bir rəqib xal qazanmayıb ki, bunlarda xal qazansın, yer dəyişmə olsun.
Həmişə elə ardıcıl xalı özü qazanır və ardıcıl da servisdə tutaq ki, məsələn deyirəm, bu birinci zonadır, məsələn, götürəndə ki, Əli adında oğlan servisi başlayır. Əgər hesab 25 olubsa, deməli 25-in də servisin kim başlayıb? 50 başlayıb. Hə, yer dəyişmə olsaydı başqa oyunçu ikinci zonada oyunçusu gəlib başlayır adama. Həmişə elə ardıcıl özü xal qazanır. Buna görə həmişə də servisi 50 başlayıb. Sual varmı yer dəyişmə ilə bağlı? Hayır mı? Bu qədər. Və yaxud vaxtı ikən başqa MİQ imtahanı sualı olmuşdu. Səhv eləmirəmsə 2024-cü ildə, yoxsa 23-də belə bir sual var idi ki, servisi hansı zonanın oyunçusu yenidir? Cavab birinci zona oyuncusu. Və yaxud belə başqa cür gəlmişdi ki, servisi hansı zonada oyuncu başlayır? Rəqəm qoymamışdı. Qoymuşdu ki, ön sağ, ön mərkəz, arxa sağ, arxa mərkəz. Qaydalar Arxa sağ. kitabında da qeyd olunub ki, arxa hara? Sağ. Arxa sağ. Və düzgün cavab da məhz bu idi. Sual varmı yoldaşlar?